Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda sizin istəyinizlə 80-cı illərin əsil quş südü tortunu hazırladım. Biskvitlə, sufle ilə, çox ləzzətli, dadlıdır. Bu tortu 3 etapla hazırlayacağım. İlk öncə bişirdiyim çəmbəri falqı ilə bax belə bükürəm. Kərə yağı da vururam. Kərə yağı olanda onda biskvit çox rahat çıxır oradan və hazır edirəm, qoyuram bir kənara. Yumurtaları ağı sarıdan ayırıram. Yumurtanın ağın qoyuram soyuducuya və artıq keçirəm tortumuzun birinci etapına. Yumurtanın sarısına vanil əlavə edirəm. 1-2 dəqiqə bax bu cürünə çalandan sonra şəkəri əlavə edirəm. Ağarana qədər çalıram. Bax bu hala gələndə qaynar su əlavə edirəm və yenə də çalıram. Bunu niyə edirəm? Onda yumurtanın sarısının tərkibindəki şəkərlər həm tez əriyir, həm də buna baxın bizə kütləsinə oxşuyur. İndi isə bu qarışıma əridilmiş, soyudulmuş kərə yağını əlavə edirəm. Mikserin balaca sürətində 1-2 dəfə bax bu cürlə qarışdırandan sonra kabartma ilə unu əlavə edirəm və xəmiri hazır edirəm. Əlavə olaraq spatulla da belə qarışdırmaq məsləhətdir. Onda daha da gözəl olur. Xəmiri boşaldıram. Bax belə formanın içinə. Əslinə qalanda bu tortun biskviti 1 santı olmalıdır. Mən isə bugünkü tortu 27 santı eləyirəm. Nə üçün? Mənim xoşum gəlir. Bu biskvitdən çox dadlıdır və suflenin çox hündür olmağından mənim xoşum gəlmir. Amma siz əgər istəyirsiniz ki, sizin sufleniz hündür olsun, onda çəmbərin dairəsini 25-26 edə bilərsiniz. Biskviti qoyuram sobaya, 170 dərəcədə fansız bişirirəm 20 dəqiqə. Baxın görün, çöplə də yoxluyuram, artıq qurudu çöpümüz və bir dənə fikir verin, biskvit necə rahatlıqla deməli kağızdan çıxır. Bu kərə yağın təsiridir. Və indi mən bu biskviti hazır edəcəm. Biskvitin bütün qızarmış hissələrini bax bu cür qopardıram. Bunu əlinizlə də edə bilərsiniz, bunu bıçaqla da edə bilərsiniz. Üstündə, qıraqlarında. Mənə lazımdır ki, hazır tortun biskviti sapsarı olsun. Mənim əzizlərim, bu tortun əsas qaydası mütləq tərəzi ilə işləmək lazımdır. Bütün ərzaqlar tərəzi ilə çəkilməlidir. Bu tortun keyfiyyəti, gözəlliyi stakanla ölçünü vermək mümkün deyil. Ona görə də mütləq bu ərzaqlar tərəzi ilə çəkilməlidir. Biskviti bu cür hazırlayıram, qutarıram və yenə də vurğuluyuram. Video diqqətlə baxanda kim baxacaqsa, siz mənim bu məsləhətimi eşidəcəksiniz. Quş südünün biskviti 1 santı olmalıdır. Amma bu tort ev üçün deyənə mən biskvitin hündürlüyünü azaltmadım. Hal-hazırda bu biskvitin hündürlüyü 1 santı yarımdır. Bütün baxın görün, hamar deməli, bax bu balaca sürtkəclə biskvitin nahamar yerlərini düzəldirəm və hazır biskviti mən təzdən qaytarıram çəmbərin içinə. Bu oldu birinci etap. İkinci etapda isə keçirik suflenin hazırlanma prosesinə. Onun üçün jelatinin üstünə otaq temperaturunda suyu əlavə edirəm və qoyuram kənara ki, jelatin həcmi artıb şişməlidir. Mən sizə göstərirəm, yağ necə yumuşaq olmalıdır. Kərə yağını ağarana qədər çalıram. Ağarandan sonra biraz quşonka əlavə olunur və krem hazır olana qədər çalıram. Miqdarları hamısı ekranda yazılır. Kimə aydın olmasa reseptdə miqdarlar, videonun altında resept tam yazılır. Yağla zğuşonka eyni dərəcədə olmalıdır. Əks halda kremi hazırlayanda krem çürüyə bilər, əgər yağ soyuqdursa.
kremin görünüşünə baxın. Çox gözəl, möhtəşəm bir kremdir və hazır kremlə 2 xörək qaşığı mən götürürəm. Tortu yüngülvari, yəni özüm bildiyim kimi bəzəyəcəm. Jelatin artıq şişib hazırdır. Üstünə şəkər də əlavə edirəm. Vamxodda bunu isidirəm. Qaynara, yəni qaynatmıram. Qaynara salıram, amma qaynatmıram. Mən niyə jelatinlə istifadə eləyirəm? Burada agar-agar da ola bilər. Sadəcə olaraq jelatinlə işləmək çox hasantdır, çox rahatdır. Ona görə də bugünkü tortda jelatin istifadə olunub. Ümumiyyətlə əsl quş südündə jelatin istifadə olunmalıdır. Hazır isti jelatini qoyuram kənara soysun. Keçid alıram yumurtaların ağına. Yumurtaların ağın bərk köpük halına salıram. Şəkər əlavə eləyirəm. Yaxşı bərkiyəndən sonra çay qaşığı ucunda limon turşusu əlavə edirəm. Bu nə üçündür? Yumurtanın iyi gəlməsin. Düzdür, yumurtanın ağından iyi gəlmir, amma yenə də həssas olan insanlar üçün ona görə də limon turşusu əlavə olunur ki, həmin iyi hiss eləməyək. Və vurğuladığım kimi hazır kremlə mən 2 xörək qaşığı götürürəm və hazır kremi hissə-hissə, aram-aram əlavə eləyirəm hazır bizenin tərkibinə. Nəzarət edin ki, mikserin xırda sürəti olsun. Burada mən sürəti biraz artırmışam, amma mikser burada xırda xodda işləyir. Niçin ki, sizin bu kütlənin köpü yatmasın. Və artıq hazır soyumuş jelatini ilıqdan biraz soyuqdur. Ona görə ki, o biraz da soysa artıq bərkiyəcək. Jelatini də əlavə edəndən sonra spatulla qarışdırıram və əlavə eləyirəm biskvitin üstünə. Yenə vurğuluyuram. Əgər istəyirsiniz ki, sufleniz hündür olsun, onda çəmbəri eləyirsiniz 25-26. İndi hazırladığım tortun dairəsi 27-dir. Bu cürünə strejlə üstün örtürəm və tort bir gecəlik gedir soyuducuya. Bax, bu da mənim suflemin görünüşü. İndi isə tortun 3-cü etapıdır. Şokoladlı glazur hazırlayıram. Qaymağın üstünə şəkər əlavə edirəm və yenə də qazın üstündə mən bunu qaynar eləyirəm, ancaq qaynatmıram. Qaymaq isti olana qədər tərkibindəki şəkər əriməlidir. Baxın, görün, belə yoxluyuram, artıq şəkər əriyib. Mən bu qazanı qoyuram kənara, içinə şokoladı əlavə edirəm, yaxşıca qarışdırıram. Şokolad yaxşı həll olandan sonra bura kərə yağı da əlavə olunur. Yenə də yaxşı qarışdırıram və qoyuram kənara. Və yadınızda saxlayın ki, olsun jelatin, olsun şokolad glazur ilıq halda istifadə olunur, qaynar yox. Tortu soyuducudan çıxardıram, üstündəki streci də belə götürürəm. Birdən baxın, görün necə qəşəng bərkiyibdir suflemiz, çox möhtəşəmdir. Çəmbərini çıxardıram və baxın, görün, çox gözəl. Yəni suflenin bu hündürlüyü məni qane eləyir. Şokolad glazuru tökürəm tortun üstünə. İlıqdan biraz soyuqdur, amma çox biraz cəld işləməyi lazımdır ki, tort soyuqdur, glazur dərhal donur tortun üstündə və təzdən 4 saatlıq qoyuram soyuducuya. 4 saatdan sonra götürdüyüm kremlə bildiyim naxışları çəkirəm, yüngül naxışlar. Yəni mən ümumiyyətlə tortun üstündə çox krem xoşlamıram. Amma əslində bu tortun üstündə quş südü sözü yazılmalıdır. Tortun bəzəyi sizin zövqünüzdən asılıdır. Yay vaxtı bunun üstünə meyvə də düzmək olar. Və mən bunu bu cür bəzəyəndən sonra yenə də bir saatlıq qoyuram soyuducuya. Video baxıb fikirləşməyin ki, tort əziyyətlidir. Xeyr, çox rahat işi var bu tortun, nəticəsi isə möhtəşəmdir. Elə bil ki, dondurmadır. Tort deyil, həyatdır. Çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.